Ayrıca bu sözün arasında bir tane de bir gün məsələsində işarə edək. Siz o keçən yazınızda da bir gözəl mətləbiniz var idi, Nəvid Azərbaycan kanalında dərc oldu. Biz elə həmişə nəşriyə zamanında da, Nəvid Azərbaycan zamanında da bizim belə çox deyərlər üstünlüyümüz, təkidimiz, bərnamələrimizdə çox məsələli fərhəngili məsələ edirik. Ana dilimiz olsun, özümüzün dilimiz olsun, mədrəsələrdə, məktəblərdə öz ana dilimizdən təhsil edir. Bədbəxtçilik daha nəzərində, hansı mən məmləkətə gedirəm, eşidirəm, bizdən yazıq və bizdən bədbəxt millət yoxdur. Bizim dilimiz var, çox qənin, çox kamil, çox keyfiyyətli dilimiz var. İndi baxaq bir ətrafımıza, görək var, bizim 80%, 90% bizim xalqımız öz ana dillərini yazanmırlar, öz ana dillərini oxuyanmırlar. Niyə? Mətləbimiz olmuyor, deyənimiz olmuyor, danışmamız olmuyor. Həmişə təsir televizyona olmuşuq. Fars kələmələri gəlib bizim dilimizə girir və görürsən, türkü danışırıq içində. Fars kələmələri var, ərəb kələmələri var və bizim o dilimizin o keyfiyyəti, mahiyyəti yavaş-yavaş aşağıya düşür. Tehranda da, mərkəzləşənlərdə də oturanlar, danışanlar deyir ki, sizin diliniz yoxdur ki. Odur, danışırsınız, içində 80%, 70% farsı kələmədir. Və halbuki bizim öz dilimiz çox qəni bir dil var. Hər kələməyə kələməmiz var, hər cümləyə cümləmiz var. Amma fərqli kələmatı var cəmaatın arasında. Çox işlənməyib, qulaqlar eşitməyib, bu kələmələrlə biqanə tapılıb, televizyonda bir kələməni eşidib, onu gətirib qoydu dilimizə. Özünüz də bilirsiniz, nəzər, gənə də siz dünənki məqalənizdə iştirak eləməsəm, qəşəng bir işarə eləmişdiniz. Elə hər zaman biz demişik, bizim ana dilimizi verin, bizim fərhəngi istəklərimiz budur, tariximiz budur. Bələn ki, həmişə bizi bir başımızdan sanırlar. Fora deyiblər, siz pantürksünüz. Pantürk, yəni sizin qəşəng bir cümləniz var, pantürk nə deməkdir? Yəni, tamam dövlətləri, türk millətləri yığasən bir pərsənin altında, indi olandır, olmayandır. Bu da kənara keçsin. Aynı zərb, biz nə çəkirik, özümüzdən çəkirik. Mən öz düşüncəni deyirəm, biz nə çəkirik, özümüzdən çəkirik. Əxirən də siz məqalənizi işarə elədiniz, Təbrizin Mubikulli Amuzpərvərişi oturur işarə edir ki, bəli, danışıqlarda türk dili qoymuşuq, heç kəs getmir ki, sən öz uşağın qoyarsan gedə türk dilini. Yəni, yarıdan düzür cəvsazı, səmpaşlıq eləmək, yəni bir miqdar ayrı cür məna verir. Bəli, niyə getmirlər türk dilindən? Bəlkə ki, türk dilini getdi, oxudu. Məmnun eləmirsən. Getdi lisansı türk ədəbiyyatı aldı, haraya cəzb olacaq? Sən gələk mədrəsədə dilin ola, kitabın ola, klasın ola, bu gedə danışıqda dərsin oxuya, reşdi ədəbiyyatı, türkçüsün qutara, gələ eyni ədəbiyyatı farsı kimi, eyni ingilisi kimi, eyni ərəbi kimi, eyni coğrafiya kimi, gələ klasda, mədrəsədə uşaqlarını tədris edir. Siz bunu bir... Ameyran, siz bir sual, bundan qabaq bir sual edərdiniz, bu xatirələrdə ittici etdi, mən onu kamil deyəmədim, bu Amuzpərvərişi şah zamanı və bəd az inqilab. Mənzurum buydu ki, bu Amuzpərvəriş bir sistemdir, sistemi mərkəzgərayı, farsgərayı və istilah bu kişvərdir, bu millətləri piramidini həsb eləyələ, mərkəziyyəti, ya və istilah həman o əfşarlar filanlar ya təba-təbailər ki bir zaman deyiblər, yeksansaziyə milli bir istilah. Hamı bir dildə ola, bir dində ola, bir fikirdə ola. Bizim o zaman da elə bu cürüdür, indi də bu cürüdür. Bizim büyün məhəssilimiz var. Dəbistanı qutarıb, Dəbilistanı qutarıb, gedib danışqahı qutarıb, gəlib, sözü mənə budur, sualı budur. Aynı zər, biz şiə, ya sünni, Xuday aləm şahid. Deyirəm, qızım, axı 24 saat bu radyo, televizyon, dövlət, idarat,
Amuz pərvəriş, ustadlar, qeyri-ustadlar fəqət çırpınırlar ki, hilalı şiə, biz şiəyik, dünyayı sünni bir şey deyil filan deyil, qovulacaq Ərəbistanı, Suudi. Sən hələ məndən soruşsan biz şiəyik sünni. Niyə? Bərain ki, bu sistem bunu eləyə bilməyib, bunu yetirə. Bu sistem nə tənha bu sistemə amuzişi? Her dünyada, tamamı dünyada o kişiler için gedəsən bir amuzçu pərvərişlərinə baxasan, əvvəldə bunlar nəhvi zindecini və onun o başarıqlarını öyrətməkdir. Bizim bir amar tutublar uşaqlardan, siz niyə çərçivədar başmaqçıyısınız, qaytanı başmaqçıymışsınız? 90% deyib, biz o girək vurmağı başarmırıq və vaqəən başarmırıq. Mən bu qədər, mən dadığahdaydım, bir dənə bir Azərbaycanın Şumalıdan bir ağa geçmişdi bu tərəfə, tüp gətirmişdilər. İstədik qeytərək öz məmləkətinə da, deydi mən gəlmişəm İslama pənahında olan filanlıq deyil, şər yapma. Sən yollayan, biz yolumuza da hər kəs mərzin öz tərəfində xoş yaşasın. Mən bunu danışdırdım, bu bilmedi nə deyirəm. Dedim ki, sen ne mənə başarısın? Dedim, mən Rusu başarım. Dedim, valla mən də Farsı başarım. Vaxtı bir millət öz dilini amuzuş verməyəsən və öz diliylə, hətta dedim da bizim bir dənə nəqsimiz var. Hala şəhərdə mümkündür televizyonlardan, radyodan insan bir 4 kəlmə Farsı öyrəşə. Kətlərdə televizyon yoxudur. Biz mütləqa Farsı bilməzdik nə mənədir. Və gələrdilər bizə ilmi, yəni Farsı öyrətməzdilər bizə. Deyələr, çörək əvəzinə deyilən non, ərz edeyim, su əvəzinə deyilən ab. Bunu bizə öyrətməzdilər. Bizə gələrdilər, elm öyrədərdilər bizə banı Farsı. Necə ki, elə birində bu ağaların özünə bu Tehranda. Mən klasayı zabanı Tehranda da olmuşum da. Bunların klasayı zabanda deyəndə bu tapqa edir. İran'da bu amuzcu pərvəriş 12 il, Şah zamanı, Cumhur İslamı zamanı. İllər boyu İngilisi öyrədirdilər sənə. 2 cümlə başarırıq. This is the window, that is the door. Buna hansı kişilər İngilisi zamanında desən, palla dəliqanı edir. Bu adam dəliq. Bu adamın ağlı yoxdur. This is the door, this is the window nə mənədir? That is the window nə mənədir? Mənzur yani bir kələmə, mən gedirdim bir hesab, nədim, haraya gedirdim, bir zat alırdılar, dedi ki, nə ətdə İngilisi bilirsən, dedim, heyfə mən yəmət. Dedim, məsələn, on that is the door, this is the window. Dedi, indi bunları sizə baxsın, bizə bunları gətir. Mənə əmi Kəbədə 6 il İngilisi oxumuşam, İngilisi müəllimimiz fəqət bizə bu 2 cümləni öyrədib. Biri vardı, adını zikr eləmirəm, mən Uzun Şurayı İctimai idim. Bir gün müdir zəh vurdu, getdim, dedi ki, nəzəri, müəllim İngilisiz keyflənib, yıxılıb bu Qəmbər Qoçunun bir qəfəsi vardı, Dərvazı Şapurda. Onun qabağına yıxılıb. Nicahbanlığa da verim gedəsi gətirəsiz. Dedim, yox, mən tək gedərəm gətirdim. Çünki çırdı, cüssəsiz bir bədbəst adamı. Getdik onu gətdik. O bir il elə fəqət bu, baxdı bizə, biz baxdıq buna. Nə o İngilisi başarırdı, nə biz başarırdıq. Sonra bu gedəndən sonra klası şişşumda indi. Bir dənə müəllim gəldi, Azəri də vardı adında. Mən bu qəhrəmanı Azəridir, təqibi Azəridir. Nəyət, ancaq Azəri vardı adında. Bu dedi, uşaqlar bizdə 40 nəfərik klasda. İngilisiz nə sözdür? Dedik, ağa, iftiza. Dedi, İngilisi başarmısınız? Dedik, yox, başarmırıq. Yaxşı da gəldi 1, 2, 3, klasın o loj dişinlərindən. Mən bir dənə lojdan qabağıdım, qutuldum. Lojdan bu 7-8 nəfər çağırdı. Taxtasiyah qabağına hələ əvvəlin gündür gəlib klasa. İngilisi müəllimidir. Qərardı bizə İngilisi öyrədə. Kotunu çıxartdı. Bu
Könən zatdan qətdadı o dəstələrin ağa bir dənə bir kötək başladı. Xudaya aləm şahiddir. Nə Beykiman verdi, nə Behruzu Vüsuqi, nə Fərdi, nə Darasing, nə Dermindira, heç artist indiyə kimi adamları o surətdə vurmuyor. Ağa bu kişi qəhrəmanı boksuydu, nəydi ağa? Leşlerin saldı cenazelerin yeri. Niye bilmiyorsunuz? Niye bilmişsiniz? Neyse bilmezsiniz. Ağa o günden ben gittim. Bir tane A, B, C, D, E, F, G. Şimdi ben Elifba'yı Farsını bilmem. Elifba'yı Türkçünü de bilmem. Elifba'yı zaman İngilizcesini deyin evvelden ahire kimin sahip korkudan. Ağa gələn kimdi cələsə ki bu gələ qılasa Xuday aləm şahid biz 22 nəfəridik. Yəni 20 nəfər ya 18 nəfər klasdan qaçdılar. Mənim öz əmoğlum klasdan qaçdı, getdi bir də mədrəsə-i milliyə. Çoxluğa qaçdılar, getdilər dərsə idamə vermədilər. Bir dənə lotu var idi. O zaman məhəssil lotuydu da, tərəqqadı da hələ təzistirdi lotularını. Bu təhəmmül eləmədi ki, bu klasda uşaqların qabağında məsələn deyim, uşağımız vardı, bir belərdi. O oturmuşdu əvvəldə. Baxırdı, yekə heykəlli lotu kötək yiydi. Bu adam getdi, xudkoşluq elədi. Bir nəfər bu müəllimə demədi, ağa sən dərs verməmisən, bir şey öyrətməmisən, nə soruşursan? Bir kəlmə dedi, zaban İngilizcesi bilirsiniz yok. Dedi olsun bir dənə bir. Orada oyun çıxartdı, mən zindiqanlığımı bıraxdım, başladım o huruf İngilizcesi oxumağı A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Mən Xuday aləm şahiddir. Hurufe Türkçünü bilmirəm. Hurufe Farsını bilmirəm. Amma kötəyin qoxusundan huruf İngilizcesinin o zamandan hifzlənmişəm. Hər müəllim İngilizce görsək də tez deyərəm başarım İngilizce. A, B, C, D, E, F gedərəm başa. Mənzurum budur. Düz sistemdəydi bu, amuzişi sistemdə, pərvərişi sistemdə. Bu bir dənə zorbalığı, zulmü, öldürməyi, kəsməyi, asmağı tərəf iz istəyirəm. Arvadını vura bilir. Ayrı arvadından danışanmaz. Bir dənə qurbət arvadı, bir dənə işdən bir arvad görsəsəm ilə əl-ayağı titrər, əslən danışanmaz ondan heç. Amma öz arvadı tüm müsəllət olub, rəisdir, onu vura bilir. Hər Allahın günü vurur. Mən amuzcu pərvərişin şurayı zadındaydım, uşaqlarımın bir istilah vəlisiydim. Ağayı fərmandar, rəisi şuraydı, biz də üzvüydük. O da nəmnəmən oldu, dedi ki, müəllimlər, müəllimin şoğlu ənbiyası. Mən də elə o da bir cümlə idi, dedim ki, valla müəllimin şoğlu ənbiyası, vəli müəllim ki, nə biliniz, müəllim peyğəmbər deyir ki, şoğlu ənbiyadır. Ənbiya da şoğlular da varmış. Vəli buna sən amuzuş verməmisən, bu indi gəlib kötəylə filanla, heç kəs saxıysa döyəcəşənmir. Sən hesab elə, mənim bir qaynatam vardı, Allah öyle nəzə rəhmət eləsin, 6 ibtidai klası vardı. Özü müəllim idi. Ağa bu tarixdən, coğrafiyadan, dünyadan, səyasətdən danışanda hamımız belə, mən qazı idim, belə ağzım açıq qalardı ki, bu danışa mən qulaq asam. Kiloluq belə oldu, filan tarix belə oldu, Səttar xanımla adamla gəldi filan yerdə filan oldu, hər nə bilirdilər. İndi dedim də tərəfə heç zat bilmirlər, yəni heç zat bilmirlər. Bu huruf əlifbay Farsı da bir dənə qələtəndaz hurufdur. Xoş, mən buna istinadən sənə deyə bilirəm sən vuruş. Mən neyniyim bir nəvə Türkçəyə çıxardım. O qədər zəlil eləmişsən, o qədər bədbəxt eləmişsən, o qədər zor demişsən, tərəf canından doğub ayrı bir kişvən fərsənin çıxardı da. Günahı sənədir ya mənədir. Mən neynim mən? Məndə qudrət var ki,
be istilah diyema sen niye yaparsan çıkartsan. Bunlar buzu bir marmulaçdır. Bunlar buzu bir şebihbazdır. Bunlar senin kitabın koymurla sap olasan, sonra gelirsen ki bizim dilimiz var diye, hani senin kitabın yoktu ki. Akıllı mesela sen koymadın bu sap ola. Zaten azdı. Biz bir tane hamayiş koyduk. Yeçanda üstüne. İstanbul'da. Her yerde bir tane yeçanlı var değilmiş da hamayiş. Qane dedim bilen, bu bir tane bir tabi, bir tane bir rahpeymalıqdır, siyasi bir işler filan da. İndisidir sen bu uşaqları qorxutmuşsan, bizim dədənələr deyir, aman da danışma. Uşaq deyir danışma, böyük deyir danışma. Biz danışırıq, bələn ki, ürəyimiz yanır danışırıq. Bir dənə məmləkəti veriblə bir yanlış pərvərişə, ki irtizavi bir yanlış pərvərişdir. O zaman gedirdilər şah, quruş filan beymana. Bu zaman da gedirlər nə midanəm. Çox cəlibdir, mən gedərdim o zaman, mən dəbir kullu kongreyi əncümənhaya Oliya mürəbbiyanıdır. Gedirdik yanlış pərvərişə. Ağay nəzəri, bəli. Ağa siz bu zuhur məsələsini deyim, o səfəy danışma zuhur məsələsini hər kəs danışsa kafirdir. Baba xudu bu imam-ı zaman, o zaman bu nuvab-ı xasta deyib gedin bu millətə deyib bir nəfər desə zuhur nə zamandır, nəm cümədir, nəm şənbədir, nəm Ərəbistandadır, nəm İrandadır, bunlar kəzzabdırlar. Bu cür bir şeylər heç kəsin imkanı yoxdur. Mənim bir dostum var Qazıdır. Dedi ay nəzəri olmaz bir adam məsələn o qədər şənin böyüdə yetişədə hətta Peyğəmbər filan Beyman İmam zamanla danışa. Dedim olar. O da gəlib özün bir rəyə satmaz. O da gəlib deməz İmam zaman mənə dedi filan kəsə rəy vermə, filan kəsə rəy ver. O adam özünü tikə-tikə doğrasan ağzını açmaz ki mən İmam zamanı gördüm ya görmədim. Olar ki İmam zamanı ağızlarını açırlar. Və deyirlər bugün gələcək, sabah gələcək, cümə günü saat 7-də gələcək. Anus pərvərşin indi işi budur. Saat-ı zuhur nə zamandır? Bu hər zamandır. Səndən nə fərq elə? Sən bir kafir adamsan, səndən nə fərq elə? Zuhur 2 dolar, 8 dolar, 10 dolar. Səndən mən öləcək. Sən nəyə düşmüsən zuhurda alınca? Sən gərək bir miqdar az nəzər fizyoloji, az nəzər fiziki elm öyrədəsən uşaqlara. Mən uşağımı yolduram mədrəsəyə, terminə, hər terminə 10 milyon, 15 milyon pul veririk. Sonra dərsi qutağa gəlir oturur evdə. Və biz bu pulağı nəyə verdik bu danışqaha? Dərsürət ki, danışqah bir zaman var idi ki, pul almadı, elm öyrədədi. Mənim bir dostum vardı, çox besavadıdır, çox belə lotolardanıdır, halallatda deməyək, lotolardanıdır. Bu getdi Parisdə, Sorbun danışqahında oldu şagird əvvəl. Gəldi bura dedim, sən nəzir oldu danışıqda, hüquqda, lisansıda bir dənə bir zəif şairdidir, zorla məhdəlin o da yetirdi, çıxdı. Nəzir oldu getdi Sorbunda, fövq lisans və doktoraya zad oldum. Nabıq oldu, nəfər əvvəl oldu. Dedi, vallahi incən, mən getdim, gördüm, orada biz oxuyan dərslər lisansı da. Sorbunda bu unvanı fövq lisans və zad oxurlar. Doktora oxurlar. Mən o dərs verənlər, orada ki, mənə dərs verdilər, mən qəblən burada oxumuşdum. O bir sözü deyəndə mən cavabım verdim. Mən oldum şagird-i Mumtaz, Sorbundan da doktorasını aldı. Bəli, bəxti gəldi İrana, ki, nə ilişdi bu şərşürə. Ay, Mehran, çox, mən istəmirəm ad aparam indi. Bu şəhərdə bir adamlar var ki, bunların fəqət hüsnü budur ki, bir qardaşı məsələn şəhərdə olur. Biz deyərdik, fəzlə qədər duracaqası. Bu indi düşüb dələliqə. Mən İmam Cüməyə bir söz deyirəm, bu ağa özünü atır vəsətə. Mən ustanlara bir söz deyirəm, bu ağa özünü atır vəsətə. Mən sistemamızı, ağa deyirəm, sənə nə mərbudda, bu sənlik deyək ki.
Mən filan sərdara söz demişəm. Əgər mail olar, özü cavab verir. Mail olmaz deyərək, mən əhəmiyyət vermirəm nəzərinin sözünə. Tövbəydə. Və sən niyə özünü atsan vəsətə? Bir zaman bir dənə idarəyə müxbir olub, olmayıb. İndi də bazışası olub, düşüb şəhər xiyabanlara. Dövlət, bir dənə dövlət yola gələr, nə deyir ki, tut evində sənə nə mərbutdur? Bir dənə məqalə nevis, bir dənə ruznamənəqar, bir nəfər heç, axı mən qəbl əzinki qazi olab, ruznamənəqarıdır. Mən Şeyhanın dəbiri servisə məqalatı idim. Mən Şeyhandan 4-5'liyə Allah'ın umdurdum gəldim dadı ustaliyə. Dedi özün dərdi sərhayı siyasiyə qatma ki, sənin dişdən qəzavətdir ki, qəzavət eləsən. Gəldim elədim, gördüm xeyr baba. Burada deyilə həman o əvam fərqliklər, oyunlar çox calıbdır. Mən məqalədə bir nəfərin əleyhinə bir söz yazmışam ki, bu adama desəydilər, ağay fərmandar, ağay muavini fərmandarı qoy, sizə icazə veririk İranda tamam sərmayədarları öldürəsiniz, sərvətdən kəsb eləyəsiniz, alarsınız. Bu qədər sərvətə yetişənməzdilər, indi yetişir. Niyə? Suvap nəft. Neftin satması bulan əlindəydi. 1 milyon gündə hesablayıblar amarda. 100 milyar tümən o xarici nəfərə ki alır bu nefti ona təxfif veriblər. O qədər də öz diplərini qoyublar. İndi qaldı səhmi dövlət ki, budur bədbəxt bu millətin bir dövləti var. Onun səhmin verərlər. 1000 dənə əda usuldan. Əvvələn ayəndə də verəcəklər. Ondan sonra da cəhət qüvvə-i qəzaya bunlar təhdid eləyər, tuta, zindana verə, edam verə, filan eləyər. Bəzilərin də əslən qüvvə-i qəzaya da tutanmır. Hala bir tutdu, edam verib deyib, yaz pullarından aldı. Bəli, bu bizlər heç tutanmır. Fərmandar ki, mən hər yerdə demişim. Fərmandar ki, mənlə bahəm gəlmişik bu şəhərə, o fərmandar olub, mən dadiyar olmuşam. Mənim maşınım vardı, onun nə tənə öz maşını yoxudu, idarəsinin maşını yoxudu. Müşəxxəsdir, eyləm eləsinə fərmandarı urmiyə hansı tarzda maşın alır. İndi tamamı Tehran onuncudur. Burada da 4 nəfərə zirəxar verib, sən ağzını açdan danışasan, ön tərəfi vurubla ki, sən filan qaçaqsının mağruzunda söz danışmışsın, söz demişsin. Zatlarda var idi bu fəzai məcazıda. Yəni indi biz 3-4 dənə dələdülərin əlində qalmışıq. Yəni dövlətin üçün iradəsi yoxdur. Üçün bir iş görə bilmir, məmləkəti verib bunların ixtiyarına. Dər nəticə bunlar olub özləri meydandar. Və qolu o gərdun, çərxi fələki dun, gətirib bunlar bir yerə ki, bunlar olublar cavan mərdlərin müqabilində. Ki, qoymayalar bir nəfər nəqd eləyə, dər nəticə məmləkət gün dalı gedir. Bu mallalar gəlirlər, bu televizyonda bir sözlər deyirlər, Xuday aləm şahiddir, adam utanır. Əslən, adam utanır. Bir, nəmidanım, Allah Adəmi yaradanda cəhdi dedi, bu Fatıma-i Zəhran zadı ilə, ya İmam Hüseyin'lə, babadır İmam Hüseyin'də bir nəfəridir, bir adamıdır. Yeşəsi Peyğəmbərdir deyə, ənə bəşərim misli bu, mən də sizin də az bir bəşərəm. Axı baba, bunlar nə? Bunlar bunlar gətirirlər. Kullu darayı mərdumi yollurlar ərağa. Bir əraq ki, hələ 200 il bizdən dalıdır, hələ onun təncilər, inqilabları daldadır. Nələr gələcək başına. Tamamı sərvətimizi aparmışıq, atıqmışıq ora. Bir gün əlimizə bir qıran gəlməyəcək. Nə keçib? Suriye'dən gəlmədi də. Qələt siyasətdə o zaman da irad tutanda, danışanda, deyəndə bunlar ötürürlər vəsətə. Mən İmam Cüməyə söz demişəm, sən oruçluq günü deyənməsən türəçxana törək yapmasın. İllətini soruşuram deyirsən, cəmaat oruçdur. Nisbi cəmaat oruçdur. Nisbi də oruç deyil. Qocadır, noxoşdur, ərzeliyim, uşaqdır, mədrəsəyə gedir. Sən nəzr elə biləsən deyəsən, siz sübhlər çörək yapın, nahadan sonra iftarda yapın. Tərəf oruç deyil.
Tərəf ermənidir, tərəf Məsihidir. Əslən tərəf kafirdir, komünistdir. Deyir mənə sənə etiqadım yoxdur, Allah'a etiqadım yox. Sən bunun çörəyinə nə işin? Mənzurum əvəzi ki, İmam Cümə gələ mənə cavab verə, ya cavab verməyə. Bir dənə dələ, Sümbülü Təyyib Hindiyə, Pakistanı gəlir, korkuru oxur ki, bu nəzərinin deyirlər, komünist imiş danışqadır. Mən bu danışqada 200 dənə, 300 dənə, 500 dənə adamla həmkilas idim ki, onlar indi iş başında adam. Mən komünist olsaydım, mənim abırımı götürərlər deyirlər, sən nə vaxtdan oldun bu müsəlman filan beyman. Mən sərdəsti və rəis-i İslami-hay danışıqı hüququdur. Qanunu danışıqları müsəlmanın sərdəstəsi idim mən. Mənzur elə bir sözlər deyir ki, biz nə eləmişik, mütaliə eləmişik, sənin damarlarında qan yoxdur, şərab var. Deyim, həmin bu ildə cayı şükür baxıda, Allah, çox şükür. Mən bu cür kəsib adamlardan qanımı bir eləməmişsən, mənim üçün şərab eləmişsən, bulan üçün mundar qan eləmişsən. Mənzur yəni biz bir fişardaq hər cəhətdə. Bir dənə də özümüzdən gələndə bu cür əngəl olanda, ya muzpərvərşi müdir kullu, ya ustandarı, ya fərmandarı, ya imam cüməsi, ya hər nə bir də tir-tir danışanda da əsabımız xərab oldu. Mənim həmkarım var. İndi 30 il bahım qazi olmuşuq burada. Ön görmüşəm, deyirəm ki, əslən mənim halımı soğuşmuşsan, deyə ixtiyarım var. Dəqiqə və dəqiqə mən bilirəm sənin vəziyyətini. Mən sənin məqalələrinə vəziyyət ruhiyyəm perəparım. Mən görürəm, narahat yazmışsan, bilirəm ki, böyün narahat eləyibdim. Mən görürəm, aram yazırsan, bilirəm ki, böyün rahatdıq ya, evdə bir müşkülü yoxdur. Özləri də səltənət tələb ola, bu ifratı müsəlmanlar ola. Kəsafətlərin foxşuları, kəsiblərin əməlləri çox rahatlıqla bir nəfərə deyə bilirlər. Çox rahatlıqla deyirsən, kafirsən. Kafirdir ki, nə bir sənə 1 milyon dəyər sənə. Bəzi adamların, kafir adamların bir tükü 1000 dənə dəyər bu Əhməd və Əbləh adamlara. Bu bizim dərdimizdir. Və bu dərd bizim tüylər canibindən bir işlərdir. Yəni mən həmişə demişəm ki, nə də deyirəm, heç kəsdən də İbam yoxdur, deyirəm, amma mən bilsəm, mən elamı cihad edəsəm, fasla gəlib məni öldürəcək, bir dəqiqə özümə zat verməm. Bir dəqiqə rahat oturmam, elamı cihad edər. Və hələ mən bilirəm ki, bu dəbə, qulağı tüylü, türk gəlib məndən dərgir olacaq. Heç fars mənə köymü tarmır. Gedirəm idarəyə, bir belə dəramədində veririk. Bir 3 aydan sonra gedirik, bunu keçənsə 3 ayda verdikdən dubara nə istər. Tehran yazıb azdır, onu qəbul eləməyən, çox versin. Dedim, sən bir dənə idarəyə, Tehrandan bir dənə kağız al mənə. İdarəyə, Tehran, eyləm eləsin, biz insan üzərində tağırıq. Mən ayda sən 10 milyon verir. Sən 2 dəfə istəyirsən, 3 dəfə istəyirsən, mən 12 dəfə verəcəm. Fəqət bir kəlmə yazsın. Bərgər, suya zəhv olsan, bunu oyundu. Tehran qəbul edəmir. Deyim, müxabirat, mənim dəftərim var, dəftər vəkalətim. 2500 mən qəbzim olar, bir ay verməsəm telefon qət olar. Məcburəm, gedərəm onu verirəm, telefonu vəsl edərlər. Mənim müstəcirim var, mənə 10 milyon tümən zat yazır. Deyim, bu 10 milyona ki mən vermiydi, yığışdırırdı, tamam mobillarımı qət eləyib, o adamlara ki mən mobil almışam, qızımdır, əyalımdır, nəmidanə, o laqət eləyib, sən 10 milyon bizə borcum var, amma həm sizə nə borcum ola bilər? Görmüşük, bəli, biz 10 il bundan qabaq bir dənə məhəlli vermişik bir nəfərə ki, buranı sən sal məndən elə. Bu, beysizliyə xatir.
Bu adam indi bilmirəm özü, bilmirəm qaricəli, bilmirəm kim biləxərə götürüb telefondan çox danışır. Xub deyirəm və sən ağa, bu oldu 100.000 tümən qət eləyərdin, 200.000 tümən qət eləyərdin, 500.000 tümən qət eləyərdin. Sən bu nəzir olub 10 milyon tümən axsan? Mənim dəftərim var ki, özümdə 30 ildir sənə abunə verirəm. Həmən dəftərimdə mənim 2500 tümənə telefonumu qət edirsən. Və nə yaxsın mı qət eləməmsən? Anəm idanəm, Tehran belə deyil, elə deyil, Tehrandan bir deyil çağızdan gəldim, bu deyil kullu muxabirat Tehran desin, fəqət desin mən İsa nəzərini tanırım. Mən aslında ildə 10 milyon deyil. Bunlar yani özümüzünkilərdən də biz bəla çəkiririk. Tərəf məqaləni oxur, narahatdır, faşistdir, şovinistdir, yox da özünü itirmişdir da, xudbaqda deyirik bunlara farsızda. Özünü itiribdir, ərz eləyim, məqaləni oxur, narahat olur, görək nə eləyə bildik bu adamı. Və bir dənə dolayı yollardan görürsən adamı dərgir edirlər. Məsələn, darayını, məsələn, muxabiratını. Tehranda cəlləsədə oturmuşuq, danışıq, telefonum qət olub. Getmişəm o muxabirata, bu niyə qət olub? Deyir ki, valla bedehisi de yoxdur. Bedehisi olsaydı biz burada alardıq, vəsl edərdik. Bedehisi yoxdur. Deyirəm və niyə? Deyəcək ki, desən Urmiyyəyə. Tehrandan bilet almışam, təyyarə ilə gəlmişəm ağam. Mən cəlləsədə oturmuşam, mobilimdə tamamən zindəqanlığım mobilimdadır. Sən bunu qət edirsən, mən istifadə eləyə bilmirəm. Deyir ki, müstəzirin boşludur. Sən bir evin vermişdin müstəzirin, bir nəfərə bir saxtımanə xərabə vardı, indi də xərab olub elə. Besizdən dedilər, bunu və Salimandana verdik. Biz qutulanmırıq indi. Nə ki, 15 il bundan vaxt bu iş olub. İndi gəlir mənə zəh vurur. Mən muxabiratdan zəh vuram, sənə borcumuz var. Mənə abiyardan zəh vuram. Sənin bizə borcun var deyirəm. 10 milyon borcum var, gəlmişəm, bu qəbzdən vermişəm da. Həm vermişsən, bağışla biz dedik və verməmişsən. Və ənabiyinə müxtəlif azar verməkdir, əziyyət verməkdir. Deyirəm, sən bu bir dənə sözün ki, 10 milyon vermişsən, bağışla bilməmişik, məni 2000 kilometr rəqdamət eləmişəm bu işi. Yəni, bir dənə müsibətə qalmışıq, vaqiyyət bunu, bu millətdə, mən dedim də bir dəfə də sənə o danışığımızda dedim, bir dövlət mən görməmişəm, bu qədər üzələ etmişliyə. Bir hükümət mən görməmişəm, bu qədər üzələ etmişliyə. Bir hükümət öz adamı ki, onunla müşkülü yoxdur, onu qoya məxməsəyə, gedə o bərəndazlarla ki, nəmidanəm, səltənətdələr filan, behman, arır, gedə nə mənədir, onların xidmətində olur. Özümüzünkilər də ki, ila maşallah, özümüzünkilər də bir xatirə bilmirəm, bir dənə barışallahdır, yəni bunlara bir xeyri də olsa mən yanmanım, deyərəm yəni işğalı yoxdur. Bir nəfər mənə söysün, beşərti içi geçsin vizarət üstündarıdan ya fərmandarıdan ya hər nahadi darıdan bir pul alsın. Deyərəm eybi yox da həm şəhrimdir, qoy bir 4 gündə kef eləsin, pul alsın, yesin. Yəni bu lada da getmir, öz nəfinə dişlənir. Bu indi ya bir barışallah deyirlər ya demirlər. Ya da bir dənə o suvaplardan ki tilyad eldilər, 1000 dənə bir istilah. Ay, dünən bir filminə baxırdım bu. Zobahan İsfahan yatıb, işləmir. 10%, 20% zərfiyyət işlir. Xafdan o xakı ahənləri ki, gündə bir 50 maşın, 20 maşın, 10 maşın ya 5 maşın doldururlar. Təqib eləyib xəbərniqar. Göz edib Bəndər Abbasda binirlər. Boşaldırlar gəmilərə, bağırlar. O ərəblərə ki, danışanda söyüş edirlər ərəblərə. Danışanda ərəblərə söyüş edirlər. O zaman Sədr İslamda gəldilər, bizi yazıq elədilər. Əmmə torpağını satır ona. İsfahanın Zobahəni bekar qalıb, rixtəcərlər bekar qalıb.
Səncahən yoxdur, Səncahən gedin əmənədir. Bizlərə bərqi yoxdur, bərqi gedir Əraqdan kimə, ona buna. Yəni səlsəfi işlərinin bu hökumət öz əleyhinə işləyir. Hazırəm bunu hər kəsinə, hər nəfərindən oturan, bəhs eləyən ki, bir hökumət ki bu işləri görür, bu üzü istəyirəm, özü mütəzəzzil edir. Baba bir adam da gələr, pullu zənan İrandan dərgir olar. Mobilyuma bizzat gəlib, Ağa İsa'na, özü yazır Ağa İsa'nı zər. Sən rəfi hicabın var, kəşfi hicabın var. Vallahi mən hicab ötmənim əvvəldə. Hala kəşf hicabım ola. Hala şayət bir nəfərdə minib maşına kim hicabı yoxmuş. Ola bilər bu. Mən 100 il qala bir dənə xanıma deyəm mənim niyə hicabı yoxdur. Bəran ki, insan bir utanar, insan bir xəcalət çəkər. Mən özüm bir adamım ki, hicaba etiqadım var. Muhtəqid hicabı, amma hicabı ixtiyari. Ameydən biz danışqahda Əncümən Buğnəvərdi İslamımız var idi. Qızlar gələrdi, soğuşardı. Biz bu cür gələ bildik, deyərdi, niyə gələnmisiniz bu ilə adı halızdı da. Axı hicabımız yoxdur, yəni bizə rəhbi yoxdur. 4 cələsə, 5 cələsə, biz dilən gələrdilər dağa, 5 cələsədən sonra məhəccəb olardılar. Xuday aləmşin. Səhrəy qızı var idi, bir dənə tişertlə gələrdi dağa, 4 dəfə, 5 dəfə gələndən sonra olmuşdu bir dənə o məhəccəbələrdən keyini mücahidı xəlqilər kimi. Sonra məni irad çıxardırdı, deyirdi, xanımları adından səsləmə. Həmən Səhrə qız. Xanımlara demə Məryəmlə, Məhil filan deyilən. Deyilən xanımı məsələn nəzəri, xanımı Heydəri. Mənzurum yəni, o ixtiyariyə qoysan, bu iş özü qabağa gedir. Sən gəlirsən bunu bir dənələ, əvvələn sən bunu sox beyniyə. Hər nə desən yaxşıdır, cəmaat deyir pisdir. Bunu bir dəfə qəbul elə. Sən bunu qəbul elədin, o təzaddır məsələsi. Amirəm, mən danışıqda hüquqda olanda, tamamı böyük uləma ilə irtibatım və rabitəm var. Hamısının uşaqları komünist idi. Hamısının, böyüklər, Xırdası ayət sənə idi ki, bizimki idi. Xırdası sənə idi. Oğlu Peykarın sərbəstəsi idi danışıqda hüquqda. Rəşid, həmin ki, edam oldu. Mənzurum budur ki, yəni təzad öz işini görür. Sən desən bu gün havada çox istidir, cəmaat deyir, yox, xoş deyil. Sərindir. Sən bunu huş elə, der nəticə bəzi işlərə qatışma. Sən deməsəydin, hamı gərək hicabı ötə, heç hicabın məsələsi yoxudur ki, inqilabdan bu tərəfə başlanmış tamı hicab ötürdü da. Sən indi bir tıqqılı uşaqları taze bizləri yaxcıyıq. Mən üz üstürəm, nə tənha özüm hər nə mənə hicabı riayət edirəm, dəqiqədə uşaqlarıma deyirəm, xahər yıxurdu, çəkə bağa filan behman, hicabını riayət elə, filan elə, behman elə. İndi nəvəmə mən o sözü deyəmirəm. Əslən deyəsəm, çımxılar üstümə deyəsən, nə mərbuddur? Mən gəlmişəm dünyaya görə mənim qoca babam nə mənə deyir? Sən hesabı özüyə mərbuddur, get çadıraya bilən, xiyavanlarda çadırayla get. Baba sən özün bir dənə bir mərhələyi bunların dədə yerinə qoy, bunların bir dənə sən olmuşsan bir dənə əliyyən qəmsi almışsan xiyavanda burası. Cəmaatda bunlar yadından çıxmır. Bizim bir rəis qullumuz vardı, gəldi bura, ot qoydu şəhərə. Biz də şəhərə filana, hamı ot qoydu. Bir gün xatirəsini yazıcı. Ərz edeyim, 5 ildən sonra özünə bu indi dövlət dərgiri olub, özünü istəyirlər buradan atalı eşiyə gəldi. Aynı zəri məndən himayət eləməyəcəsi dedim, yox. O adamdan himayət elər, şu adam bizdən himayət elər. Bu tüylər qanmırlar məsələn. Ki bu özlərinə zərbəni ki vururlar, bu nəhayətdə qeydir özlərinə. 4 gün, 5 gün, 10 gündən sonra bu camiə üz üstə mütəlaş olar. Sən vaxtı indi
mən ön məqaləmdə yazdım ama bizim şuarımız Cumhuriyet, İstiqlal, Azadi, Cumhuriyet İslamı, bu bizim şuarımızdır. İndi cavanlar, o nəsli Z gəliblə deyir, ədalət və azadi. Mən azadlıq istəyirəm, mən ədalət istəyirəm, nə? Cumhuriyet İslamı olur olsun, Cumhuriyet Qeyri-İslamı olur olsun. İndi bunların dalında bir nəsli gəlib, məruf bir nəsli Qudzila. Nəsli Qudzila gəlir. Bu nəsli Qudzilaya nə ədalət, nə azadlığınızı çəkivənə deyəmsən sən. Və deyənməyəcəksən. Ona görə görürsünüz, yeş adamların uşaqlar, indi komünist olmurlar, hamısı olurlar. Üzrdən nənəm dəhkəsənlər. Xaricdə gündə filmlər çıxır da. Gündə filmlər çıxır bunların xaricdə. Gəmilərdə, filanlarda, behmanlarda, maşınlarda, axırıncı maşınlarda nə fitnə fəzaya çıxırlar. O vaxt bir nəfərinin düşü görsəndinin hicabı düşdü. Hicab bir dənə nimadi bir məsələdir. Əslən etiqadı bir məsələdir. Sən mümkündür bir dənə müəccəbə xanım ola, çox üz istəyirəm. Namərbut işlərdə görə. Mümkündür bir dənə də belə kəşf hicab eləyə, çox da əxlaqi, çox da mötəbər və möminə xanım ola. Bizim dinşinaslarımızın böyüyü Siddiqə Vəsməqidir. Siddiqə Vəsməqi danışanda bir dünya onun filminə nə var, nə qulaq asır, görək bu nə deyir. İndi özü ləcindən Rus ərsini çıxarıb atıb bir şey. Sən bunu görə niyə çəkmirsən bu millətdə? Dərshanə bizim əslən kətlərdə, filanda, behmanlarda bizim hicab məsələsində bir müşkülümüz yoxudur ki. Hələ bir dənə bir arxalıqdan, köynəkdən, dondan, bir şeydən geyilir. Sıxırdı zəmirdən, dişləməyə, davar tutamağa filana behman. Siz bu müəccəbə xanımları gətirmisiniz, çox vəzir edirsiniz, çox vəkil edirsiniz, çox filan edirsiniz və sonra da qalırsınız bunların əlində. Tamamı bu muzriyanı televizyona ki gətiriblər, o muzrilər ki geyiblər xaricə indi yüz istəyirəm. O xaricilərə də hələ biraz örnək olublar açıqlıqda filan. Bunların filmlərini görürük da. Odur ki bizim bir istilah anış pərvərişimiz, radyo televizyonumuz, bunlar dərcəhəti bədbəxtliyi bu millətdə. Bunlar heç vaxt. Fəqət Allah'a şükür edirik ki bu mahvarə çıxıb, qutulmuşuq radyo televizyon İran əlindən. Mahvarə müxtəlif kişilərlərin hər kəsərinə gördünüz deyə baxır. Hər filmə baxır, hər neyinir. Biz hər nə mənə bir novizad olub, ondan müxalifət eləmişik. Sonra əlimizdən bir şey gəlməyib, azad eləmişik. Mən qazi idim. Biz o qədər tutadla cəmaatın qoltuğuna bir dənə video veriblər. Nə var xırda, nə var böyük, nə var gətirədilər dadı ustariyə. Zəbt axtarardıq. Bu kaseti gətirmişsən, tərəf deyərdi, məsələn, Muzaz təranələrdi. Məsələn, komiteyi mərkəzdə deyərdi, xeyr, biz eşitdik elə bir xanım səsi idi. Baxardıq filana, behmana, indi də mənası yoxdur bu istilah, bu internetinlə, bu məzanın, günbə-gündə bu işlər olacaq, günbə-gündə bu məsailə digital, indi də huşu məsnun çıxır, tamam şovlar bir etibar olacaq. İndi mənə Zəhrulla bir söz soruşulur, deyim, valla mən 15 ildir bağınçəst olmuşam, 15 ildir dilə şikəstə-bəstə vəqalət edirəm, çox bəlkə şəkilmirəm. Sən o internetdə ilə vursan gəlir. Nə qanunu deyirsən, vurcudan 5 dəqiqəyə gəlsin. Da indi niyaz yoxdur bir nəfər gələ vəkildən bizə soruşur. Elə o internetdən soruşsa 50 dənə vəkil cavab verir. Bunları bilməyən adamlar ayəndə də şikəst yiyəcəklər. Biz də istəmirik bunlar şikəst yiyək. Bəran ki, bunlar şikəst yesələr, biz hələ o mərhələyə yetişməmişik ki, bunların canışını olar. Düzdür, böyümüşük, çoxalmışıq. İndi hər kəs istəyək bu məmləkətə hökumət eləyəcək, bizdən də yardım istəyək. Bizdən də kömək istəyək. Biz yardım eləməsək, kömək eləməsək, heç hesad eləyənməz. Hər kim olur olsun.
nə midanım, İslam olur, zidd İslam olur, pəhləvi olur, qeyri pəhləvi olur. Bizim ta zamanı ki yardımımız olmuyor, köməyimiz olmuyor da bu məmləkətə hökumət eləmək olmaz. Və bir gün gələcək Allahın köməkliyinə biz özümüz canişini bunlar oluq. Biz özümüz də mənədir, məsail məmləkətimizi həll edəyək. Biz öz mənafimizi nəzərə tutaq. Odur ki, üzr istəyirəm, bu xatirələrdə bilmirəm, hamısı yarımçıq qaldı, nə oldu? Biləxərə Əmi Kəbirdə Bəli, siz diploma kimi gəldiniz. danışqan məsailində inşallah bir ayrı bərnamədə qismətdə. mən xidmətçilərdir. Bəli, çox təşəkkür edirəm. Danışqan qisməti də çox həyəcanlı, çox və istilah əcib bir Onu inşallah gələcək bir bərnaməmizdə Tamam. ikinci qismətimizi danışqaqdan başlayarıq və habelə o birisi Bu məsələlər. dediyim sözü də özüm deyirəm, biraz tənbəllik edirəm, bəli istəyirəm elə nəvi də Azərbaycanda həmən o bolşevikanı Bəli. bir hesab idamə verəm, Çox yazam, Çox bir surət təhtəqəl saytı və ya Bəli. Telegramı kanalımda olsun. Cəmaat da çox istəyirlər bu xatirələri, bu Bəli. Bəli. məxsusən o bolşevika aşıq Mişəbəndin ki birlikdə Bəli. Nəvid Azərbaycanda bir 50-60 qismətini oxuyublar. Ona görə mən inşallah da bunda tamam zindeqanlığımı, o roman mənim öz zindeqanlığımdır. İnşallah. Çox təşəkkür edirəm. Sağ ailəsinə. olun.